Salam uşaqlar. Bu gün fizika sınavlar toplusundan sınav 6 izahına baxırıq. Birinci sualdan başlayaq. X oxu boyunca hərəkət edən 4 kiloqram kütləli cismin sürətinin proyeksiyasının zamanı asılı qrafiki verilmişdir. Qrafik əsasən əvəzləyici qüvvənin 10 saniyə ərzində gördüyü işi neçə kilojoule olduğunu hesablayın. Qrafikə fikir versəz, birinci hissə düz xətli bərabər sürətli. Burada əvəzləyici qüvvə 0-a bərabərdir, iş görülmür. İkinci hissədə sürət artıb, üçüncü hissədə yenə iş görülmür. Ona görə bizə lazımdır yalnız bu 3 və 5-ci saniyə arası. Ümumi olaraq 10 saniyə desə də, biz 3 və 5-ci saniyə arasında əvəzləyici qüvvənin mövcud olmağını nəzərə alacaq və burada iş görülür. Bunu tapmaq üçün, deməli, A bərabərdir, F vur S. F əvəzləyici qüvvə MA-dır. MA vur S. Bizə indi lazımdır təcil. A bərabərdir. Delta V böl T. Yalnız bu hissə 20-dən 30-a sürətini artırıb və 2 saniyə ərzində, 3 və 5-ci saniyə ərzində 2 saniyədə artırıb sürətini. 30 minus 20 bölək 2. Deməli, təcilimiz 5 metr böl saniyə kvadrat. Kütləmiz 4 kiloqramdır. İndi getdik yol. S bərabərdir. S fiqur. Fiqurun sahəsi. Bu fiqurun sahəsi trapesiyadır. S bərabərdir. Deməli, oturacaqlarının cəmi 20 plus 30 bölək 2 vuraq. Hündürlüyümüz 3 ilə 5-in arası 2. Bu da 50 metr yol gedir. Deməli, buradan da A bərabərdir. M'imiz 4 vuraq. A'mız 5 vuraq. S'imiz 50. Bu da bərabərdir. 20 vur 50 min. Kilojoule ifadə edin. 1 kilo. Cavab C variantı. 2. Qapalı sistemi təşkil edən kürələrin mütləq qeyri-elastiki toqquşmasından sonra birinci kürənin sürəti neçə dəfə artar? Deməli, bizim əlimizdə 2 ədəd 2m sürətlə hərəkət edən və 3m 2v sürətlə hərəkət edən kürələr var. Birinci halda V1 bərabər sürəti V-dir. İkinci halda V01 deyək. V1 sürəti bərabər olacaq V2-yə və bunlar bütövlükdə bir hərəkət edəcək. Qeyri-elastiki toqquşmada bir kütlə formasında hərəkət edəcək. Yəni M1 V1, M1 V01 üstə gələk M2 V02 bərabərdir. M1 plus M2 bıraq V. Yəni bunlar ümumi V sürəti ilə hərəkət edəcəklər. V bərabərdir. M1 V01 üstə gələk M2 V02 bölək M1 plus M2. Artıq bu düstur sizə məlumdur. Deməli, qeyri-elastiki toqquşma üçün yekun sürətdir. Burada M1 V1 2MV üstə gələ M2 V2 6MV bölək 5. Bu da deməli 5 M 1,6 V. Deməli, əvvəl V1 V idi. Toqquşmadan sonra V01 V1 oldu 1,6 V. 1,6 dəfə artdı. 3. A nöqtəsində ipin gərilmə qüvvəsini hesablayın. A nöqtəsində əvəzləyici qüvvə 40-20. Əvəzləyici qüvvəmiz 20 Newton sola. Deməli, A bərabərdir. Birinci təcili tapaq. Əvəzləyici qüvvəmiz 20. Ümumi kütləmiz M'imiz 1, 3, 4 kiloqram. Deməli, 5 metr böl saniyə kvadratı. Biz buradan T-ni tapsaq, bu ən rahat üsul. Deməli, əvəzləyici qüvvənin istiqaməti sola doğrudur. Bizə bu hissədən geri A nöqtəsindən ayırırıq. Bizə bura lazımdır. T bərabərdir. Deməli, 3, yəni MA 2 deyək. M2A üstə gələk 20 Newton hərəkətin əksi nədir? Plus F1. Bu da bərabərdir. Deməli, 3 dəfə 5, 15 plus 20. 35 Newton. D variantı. 4. Hər birinin müqaviməti 20 ohm olan 4 ədəd bir cins rezistorlar.
qurulan dövrədə ən böyük ümumi müqavimət R1, ən kiçik ümumi müqavimət R2-dir. Ən böyük ümumi müqavimətin ən kiçik ümumi müqaviməti olan nisbətini tapmalıyıq. R1 bərabərdir R ardıcıl deyək. Çünki ən böyük müqavimət üçün bunlar ardıcıl qoşulmalı, toplanmalı. 4 vuraq 20 bərabərdir 80 ol. R2 ən kiçik qoşulması paralel qoşulmadır. R paralel. R bölək N, o da bərabər 20 bölək 4, 5, 10. Nisbət R1 bölək R2, 80 bölək 5, 16. 5. Harmonik reaksiya edən cismin sürətinin maksimal qiyməti 12 metr saniyədir. Potensial enerjinin kinetik enerjidən 8 dəfə çox olduğu anda sürətin ani qiymətini hesablayın. Bunlar üçün ümumiləşdirdiğimiz düstur var. V bərabərdir. Vm bölək kök altında m minus 1. Plus 1 daha doğrusu. Buradan maksimal sürətimiz 12. 8, 9, 3 çıxır. 4 metr böl saniyə. Ani sürəti belə tapa bilərik. Amma biz bunu hardan alırıq? Gəlin düsturu çıxardaq. Deməli, Y tam bərabərdir. Y kinetik plus Y potensial. Bizə deyir ki, sürətin maksimal qiyməti. Sürətin maksimal qiyməti Y tam bərabərdir. Y kinetik maksimaldır. Yəni, M V maksimum kvadratı bölə 2. Tamdır. Kinetik enerjimizin öz ani qiyməti mv kvadrat bölə 2. İndi bizə deyir ki, potensial enerji kinetik enerjinin 8 dəfə çox olsun. Y potensial bərabərdir. Y 8YK. Onda 8 vur mv kvadratı böl 2 desək, onda Y tam bərabərdir. 8YK plus YK. Belə deyə bilərik. Y tamın əvəzinə yazmışıq. mv maksimum kvadratı böl 2 bərabərdir. 8mv kvadratı böl 2 plus mv kvadratı böl 2. mv kvadrat, m bölə 2-ləri hər tərəfdən ixtisar edirəm. Yəni, bu möhtərizə xaricdən çıxardıb ixtisar eləmək olar. Sadəlik üçün belə yazdım. Vm kvadratı bərabərdir 8v kvadrat plus v kvadratı. V maksimum kvadratı bərabər 9v kvadratı. V də bərabərdir vm bölək deməli 3. Eyni düsturu qalmış oldu. 6. Deməli, burada cavab neçə aldıq biz? 4 var. 6. K nöqtəsində sükunətdə olan 4 kiloqramlıq cismin şəkildəki qüvvənin təsiri ilə 20 metr yerdəyişmə edir. Buna əsasən cismin L nöqtəsindən keçdiyi andakı sürətin neçə metr saniyə olduğunu tapın. Deməli, sükunət vəziyyətindən hərəkətə başlayırsa, bu S bərabərdir AT kvadratı bölə 2. Getdi yol bununla hesablanır. Biz təcili tapsaq, A bərabər dF əvəzləyici bölə Y. Sürtünmə nəzərə alınmır. 40 bölək 4, 10 metr böl saniyə kvadrat. Buradan zamanı tapsaq, T bərabərdir kök altında 2 S bölək A. 2 vur 20 bölək 10. 1 saniyə. Sükunət vəziyyətinin hərəkətdə olduğuna görə V bərabərdir AT. Yəni, buradan 2 saniyə gəlib elə çatıb. A'mız 10. Buraq T'miz 2 saniyə. 20 metr böl saniyə. Cavab A. 7. Bir atomlu ideal qaz üzərinə gedən qapalı prosesin qrafiki təsvir edilmişdir. Qrafikin 4-1 hissəsində qazın verdiyi istilik miqdarını hesablayın. Grafikin 4-1 hissəsi izobar prosesdir. P bərabərdir konstant. Deməli, Q bərabərdir delta U plus A' düsturundan. Biz bilirik ki, Q bərabərdir 2-də 5, deməli, P delta V yaza bilərik biz bunu. İndi bu düsturdan bizdən mənfi alınacaq cavab bərbaşdan deyə. Çünki həcm azalıbsa, bu ətrafa istilik verir. P sabit qalmaqla. Q bərabərdir 2-də 5. P'miz P0'dır. Buraq delta V'miz V minus 3V. Mənfi 2V0. Cavab mənfi 5 P0 V0.
M variantı. 8. Meyl bucağı alfa olan mail müstəvi üzərində sabit sürətlə düşən cisimlə səth arasındakı sürtünmə əmsalı hansı ifadəyə bərabərdir? Sabit sürətlə düşürsə, F sürtünmə bərabərdir F ağırlığın paralel toplananı. Yəni mg sinüs alfa bərabərdir mü mg kosinüs alfa. Bərabərləsin sürtünmə yuxarı F sürtünmə, aşağı mg sinüs alfa. F sürtünmə bərabərdir mg kosinüs alfa. Mg. Bunlar bərabərdir ki, düz xəttli bərabər sürətlə hərəkət edir. Mg'ləri ixtisar eləyək. Sinüs alfa bərabərdir mü kosinüs alfa. Mü də bərabərdir sinüs alfa bölək kosinüs alfa. Bu da bizə verir tangens alfanı. B variantı. Sabit gərginlik mənbəyinə qoşulmuş və yükləndikdən sonra mənbədən ayrılmış kondensator çöynəklər arasında elektrik çıxarılır. Mənbəyə qoşulmuş və mənbədən ayrılmış hallar üçün yazılır. Deyək. Çöynəklər arasında gərginlik dəyişmir. Mənbəyə qoşulmuş vəziyyətdə. Deməli, 1 elə 1. Elektrik yükü dəyişmir. Mənbədən ayrılmış. 2. Elektrik tutumu azalır. Deməli, kondensator arasından çöynəklərin arasında elektrik çıxaranda hər iki halda tutum azalır. Tutum çünki ondan düz asılıdır. 3 getdi ortaya. Enerjisi artır. Deməli, sabit gərginlik mənbəyindən ayrıldıqda təsin tanasibası olur. Gəlin onun düsturunu yazaq. W bərabərdir Q kvadratı bölü C düsturundan. Deməli, Q kvadratı D, epsilon, epsilon 2, epsilon, epsilon 0, S. Epsilondan təsdir burada enerji. Elektrik tutumu azalır. Enerjisi artır. 4 getdi ikinciyə. 5 də enerjisi azalır. Bu da 1'ə. Birincidə isə W bu Q bərabərdir konstant üçündür. U bərabərdir konstant olan W bərabərdir. Epsilon, epsilon 0, S, U kvadrat bölü 2'dir. Cavab B variantı. 10. Müəyyən temperaturda mütləq rütubət doyan su buxarının sıxılan 2 dəfə kiçik olarsa, havanın nisbi rütubətini hesablayın. Fi bərabərdir rho bölə rho 0 vuraq 100. Bizə deyir ki, rho doymuş su buxarından 2 dəfə azdır. Gətirib bunu əvəzləsək, fi bərabərdir rho 0 bölə 2 rho 0 əvəz elədik, vuraq 100. Bu da bərabərdir 50%. C variantı. 11. Düzxətli hərəkət edən cismin koordinat zaman qrafiqi verilmişdir. Buna əsasən aşağıdakı fikirlərdən hansıları doğrudur? T1 və T3 anlarında cismin hərəkət istiqaməti eynidir. Deməli, burada diqqət eləsəz, koordinat oxunda cisim koordinatın üzəri ilə hərəkət edir. Yəni, burada digər qrafiklərdən fərqli olaraq bu qrafikdə yuxarı yönəlibsə qrafikin üzü x-ox istiqamətində, aşağı yönəlibsə x-oxun əksi deməkdir. Yəni, burada qrafik əyriliyi falan heç bir önəmi yoxdur. Əgər tam gedib dayanıb əyiləcəksə aşağı, yəni istiqamətini dəyişəcək, qırılma nöqtələri deyirik. Amma burada gedir və sürətini dayandırır. Məsələn, bu hissədə dayana da bilər. Ona görə istiqamət dəyişmir. Bu hissələrdə istiqamət eynidir. Ona görə bizdə bir düzdür. T2 anda cisim dayanır. Xeyr, T2 anda koordinat başlanğıcından keçir. T1 və T3 anlarında cismin təcrid vektorları eyni istiqamətdədir. Cisim yeyinləşən, sonra yavaşlayan, yeyinləşən, yavaşlayan. Yeyinləşən və yavaşlayan hərəkətdə cisim x-ox istiqamətində hərəkət etsə də Vx x-ox istiqamət təcil əvvəlcə x-oxu bu hissədə AX böyükdür 0, bu hissədə AX kiçikdir 0. Ona görə səhvdir bu da, yalnız 1. 12. Saatın dəqiqə qrəbinin uc nöqtəsinin onun uzunluğunun asılı sürətinin. Burada yəqin ki uc nöqtəsinin sürətinin. Sürət.
Sürətin qrafiklərə baxırıq, sürətin. V bərabərdir 2 pi r bölək t-dir. Burada saatın dəqiqə əqrəbinin uzunluğu elə radiusdur. Ona görə xətti düz B variantı. 13. İki eyni yarımkeçili diodun qoşulduğu dövrədə hansı lampa közərir? Deməli, müsbətdən P tərəf, N düzdür. Bu elə birinci olar. A. İkinci, bir tərəf düz keçir, bir tərəf tərs keçir, olmaz. Mənfi tərəfə biləcək P olmaz. Yalnız A düz keçid olan cəryan keçər və lampa közərər. 14. Fokus məsafəsi F olan toplayıcı linzadan cisim hansı məsafədə qoyulmalıdır ki, onun linzada böyüdülmüş həqiqi xəyal alınsın? Linzada, toplayıcı linzadan söhbət gedir. Toplayıcı linzada F-ə qədər xəyal həqiqidir. 2F-ə qədər kiçildilmiş olur. 2F-in üzərində özü boyda 2F-dən F-ə qədər F daxil olmamaq şərti ilə F-in üzərinə gətirsək xəyal alınmır. Bu hissədə cismi linzaya yaxınlaşdırdıqca xəyal burada böyüyür get-gedə və həqiqi xəyaldır. Yəni F-ə qədər onsuz xəyal həqiqidir. Buna görə bu hissədə xəyal həqiqidir. F-də xəyal alınmırdı. F ilə linza arasında xəyal mövhum idi. İndi bizdə həqiqi xəyal alınsın 2F ilə F arasında. Deməli biz götürəcəyik 2F ilə F arasında. DF-dən kiçik xəyal alınmır, D2F-dən kiçildilmişdir bu da. Ona görə yalnız 3. Qüvvə momentinin vahidi hansıdır? Qüvvə momenti M bərabərdir F vur D. Onda M-in vahidi Newton vur metr. Buradan da Newton atsaq, kiloqram vur metr böl saniyə kvadratı vuraq metr. Deməli. Buradan da kiloqram vur metr kvadratı böl saniyə kvadratı. Cavab D variantı. 16. D nöqtəsinə mənfi yüklü zərərcik gətirildikdə C nöqtəsinin elektrik sahəsinin intensivliyi V necə dəyişər? Deməli, bizim C nöqtəsinə bir ədəd mənfi yük gətiririk. Bu zaman, deməli, D nöqtəsində birinci Y nöqtəsində olan yükün yaratdığı sahə buradan Y. Mənfi yükün yaratdığı sahə isə geriyə Y. Əvvəl Y idi, indi bilirsiniz ki, intensivlik vektorial qaydada hesablanır. İstiqamətə görə əks istiqamətdə çıxılır. Ona görə bizim intensivliyimiz daha doğrusu F-dən çıxır, müsbət. Mənfi yükə daxil olur, müsbət yükdən çıxır. Azalar. İndi sahənin potensialı. Sahənin potensialı isə skaler qaydada tapılır. Bir dəqiqə. D nöqtəsinə mənfi yük gətirilərsə. D nöqtəsinə gətirilərsə mənfi yük. Aha. Məsələnin şərtində burada D nöqtəsi deyil. Diqqətsizlik elədim. Deməli, D nöqtəsinə gətirilərsə, burada mənfi yükün yaratdığı sahə C nöqtəsində özünə doğru, müsbət yükdə də Y intensiv. Vektorial qaydada eyni istiqamətdə olduğuna görə bunlar toplanır, artar. Fi isə skaler qaydada tapılır. Yəni, burada bunun yaratdığı, birincinin yaratdığı müsbət fi, digərinin yaratdığı mənfi fi. Bunlar çıxılır. Əslində, modullar bərabərdirsə 0 belə qiymət ala bilər. Ancaq fiilər çıxıldığına görə əvvəlki qiymətdən az olar. Cavab A olar. 17. ABCD F cəryanlı naqilinin BC hissəsinə təsir edən amper qüvvəsi F-dir. Bu naqilə təsir edən yekun amper qüvvəsi nəyə bərabərdir? Deməli, AB hissəsi sahəyə paralel qüvvə təsir göstərmir. CD hissəsi sahəyə paralel qüvvə təsir göstərmir.
BC və DF hissələri isə əks istiqamətlərdir. Birinə təsir göstərən, məsəl üçün, birincini təyin edək. Bu istiqamətdə cəryan axır. Biz sol əlimizi tətbiq etsək, amper qüvvəsi bizdən şəkilə doğru yönəlir. Bu birisində isə sol əlimizi tətbiq etsək, şəkildən bizə yönəlir. Yəni əks istiqamətdədir. Ona görə yekun əvəzləyici qüvvə 0-a bərabər. Çünki bunların ölçüsü L. 18. Yüksək tezlikli modullaşmış rəqslərlə alçaq tezlikli rəqslərin ayrılması prosesi. Deməli, bunların birləşdirilməsi əvvəl modullaşdırma, deməli, ayrılması isə demodulyasiya və dedektə etmə. C variantı. Ağ işıq prizmadan keçərkən spektra ayrıldığı rəngli şüalardan 4-ü göstərin. Buna əsasən hansı şüaya uyğun rəqs tezliyi kiçikdir. Deməli, ağ işıq prizmadan keçərkən qırmızıdan bənövşəyə doğru tezliyi artırdı. Yuxarıda ən azısından qırmızı, ən çoxsundan bənövşə. Tezliyi ən kiçikdir, ən yuxarıda olan K nöqtəsində. Qırmızıya yaxın. 20. İki maddi nöqtə arasında məsafə 3 metrdir. Onlar arasında məsafə 6 metr artırılarsa cazibə qüvvəsi necə dəyişir? Cazibə qüvvəsi F bərabərdir J, M1, M2 bölək R kvadrat. Əvvəl məsafə F bərabərdir J, M1, M2 bölək 9R kvadratı idi. Bu F-dirsə. Deməli, ikinci halda isə F2 bərabərdir J, M1, M2 bölək 6 metr artırırlarsa, yəni R bərabər 3 plus 6, 9 metr olur. Deməli, 80 deməli, R kvadrat. Buna da deyək, bölək 9. Deməli, əvvəlcə aralarındakı məsafə 3 metr, aralarındakı məsafə 6 metr artırılarsa, yəni əvvəl üstü idi, indi 6 metr cazibə qüvvəsi necə dəyişər? 9 dəfə azalır. 21. Su dolu qabın içindəki K, L, M və N nöqtələri hidrostatik təzyiqlərini müqayisə edir. Deməli, yuxarıdan aşağıya doğru hündürlük və ya dərinlik artır. M nöqtəsi ən səthədir, M ən kiçikdir. K nöqtəsi ən böyükdür, çünki ən dərin. L və N eyni məsafədədir. N. Bu da variant ola bilər. 22. Verilmiş kütləli ideal qaz üzərində proses elə aparılır ki, onun həcmi mütləq temperaturundan kvadrat kökü ilə mütənasib artır. Qazın təzyiqinin həcminə asılı qrafiki hansı olur? Verilmiş kütləli ideal qaz üzərində bu proses PV bölək T bərabərdir konstant qalmalıdır. Çünki verilmiş kütləli sözü olanda artıq digər tərəfini biz sabit saxlayırıq. Qazın kütləsi növü dəyişmir. Deməli, bizdə indi əlimizdə V T kvadratik artır. P V bölək. Misal üçün, bunu ən sadə variantda bu 2 dəfə artana T kvadrat 4 dəfə artar. Deməli, V də 2 dəfə artmalıdır. Yəni, P ilə V də xətti düz olmalıdır ki, T kvadratı ilə bərabər artsın və yekun sabit qalsın. A variantı. Transformatorda N1 böyükdür N2. Deməli, bu alçalcıdır. Bəli. N1 bölək N2 olduqda K-ya K da böyükdür birdən alçaldıcı. I1 bərabərdir 2-dirsə faydalı şəmsalı 100%. Bizdə əslində faydalı işi 100% götürə bilmərik. Çünki belə bir transformator mövcuddur ki, I1 bərabərdir I2 olsa,
U1 bərabərdir U2 olmalıdır. Bu transformator, yəni transformator sayılmayacaq. N2 N1-dən böyükdürsə, I1 böyükdür I2 olar. Bəli. Gərginlik artanda cərəyan şiddəti azalır. Lakin güc və tezlik sabit qalmaq şərti deyirik axı biz. 1 bölü. N kəsiyinin sahəsi sabit olan məftildə yaranan mexaniki gərginliyin xarici qüvvədən asılılığı qrafik hansıdır? Sigma bərabərdir F bölü S və demişdik ki, mexaniki gərginlik həm F-dən, həm də S-dən asılıdır. F-lə düz, S-lə tərs. E variantı. Sarğaca cərəyan şiddəti 4 saniyədə 8 amperdən 20 amperə artdığı zaman 24 voltluq öz-özünə induksiya elektrik hərəkət qüvvəsi yaranıb. Buna əsas sarğacın induktivliyinin neçə Henry olduğunu tapın. Epsilon bərabərdir mənfi L delta I bölü delta T. İndi biz burada modulunu götürmüşük 24 volt. L də bərabərdir epsilon delta T bölək delta I. 24 vuraq 4 bölək delta i'miz 8-dən 20 artıb, yəni 12. 8 Henry. Fotoelektronların çıxış onun kinetik enerjisindən 3 dəfə kiçik olarsa, növ bölək növ minimum nisbətini hesablayın. H növ bərabər. H növ minimum plus Y kinetik. Çünki A bərabərdir H növ minimumdur. İndi bizdən deyir ki, kinetik enerjisindən 3 dəfə kiçik olarsa, çıxış kinetik enerjisindən 3 dəfə kiçik olarsa, yəni kinetik enerji çıxış işindən 3 dəfə böyükdür. Onda H növ bərabərdir 3H növ minimum plus H növ minimum. H növ bərabər 4H növ minimum. H-lar ixtisar gedir. Növ bölək növ minimum bərabərdir 4. Kütləsi 80 kiloqram olan adam radioaktiv şüalanma zamanı 40 joule enerji qəbul etmişdirsə, şüalanma unudulma dozası D bərabərdir I enerji bölək M 40 bölək 80 0,5. Şagird 20 kiloqram kütləli yükü tərpənən blokla bərabər sürətlə qaldırır. Blokun sürtünmə qüvvəsi 20 Newton olarsa, ipin sərbəst uzuna tətbiq olunan qüvvəni hesablayın. Deməli, F bərabərdir mg plus mg bölək 2 plus F sürtünmə. Çünki qüvvədə 2 dəfə qazanılır, amma sürtünmə qüvvəsi təsir göstərir. Burada F də bərabərdir 200 bölək 2 plus 20. 120 Newton. Yük 3 metr saniyə sürətlə qalxarkən ipin sərbəst ucunun yükə nəzərən sürətini hesablayın. Yük 3 metr saniyə ilə qalxırsa, ipin sərbəst ucu 6 metr bölü saniyə. Eyni istiqamətdə sürətlər çıxılırdı. Nisbi sürət 6 minus 3, 3 metr bölü saniyə. Şagird bloka 30 kiloqram kütləli yük əlavə etsə, ipin sərbəst ucuna tətbiq edildiyi qüvvə neçə Newton artar? Sürtünmə bu səfər nəzərə alınmır. F bərabərdir mg bölü 2. Əvvəl 20 idi, üzərinə 30 kiloqram əlavə etdik. 50, 500 Newton bölü 2, 250 Newton. Əvvəl 120 olub, indi 250, 130 Newton artdı. Belə, fizika sınaqlar toplusunun sınaq 6-nın izahına baxdıq. Gələn səfər sınaq 7-nin izahına baxacağıq.